Milli Hidrometeorologiya Xidməti bildirir ki, aprelin 28-i Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək. Lakin 27-sindən 28-nə keçən gecə və axşam bəzi yerlərdə arabir yağış yağacaq, güclənən şimal-qərb küləyi əsəcək. Temperatur gecə 12-14, gündüz 14-17 dərəcə isti olacaq. Naxçıvanda da gün ərzində bəzi yerlərdə yağış yağacaq, temperatur 9-12 dərəcə isti olacaq. Azərbaycanın bəzi rayonlarında yağış yağacaq, şimşək çağacaq. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacaq. Dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə duman olacaq, mülayim qərb küləyi arabir güclənəcək. Temperatur gecə 10-14, gündüz 15-20, dağlarda gecə 5-7, gündüz 7-9 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.